Choose the correct variant. Doğru variantı seçin. A variantına diqqət etsək, are there a TV in the living room? Biz burada TV sözünü təkdə görürük, ancaq xəbərimiz are cəmdə yazıldığı üçün A variantı yanlışdır. B variantında is there a table in the kitchen? A table ifadəsi təkdədir və xəbərin is təkdə olmasına görə doğru götürürük B variantını və sual cümləsi olduğu üçün köməkçi feil əvvələ keçmişdir. C variantında is there any chairs in the living room? Chair sözü cəmdədir, ancaq xəbərimiz is təkdə olduğu üçün C variantı səhvdir. D variantında do Luciana have a brother and two sisters? Luciana mübtədamız təkdədir. Köməkçi feil does olmalıydı. Do yazdığı üçün yanlışdır. Və Y variantında does we have six uncles? We cəmdədir və mübtədamıza uzlaşmaya əsasən köməkçi feil do olmalıdır. Does yazıldığı üçün Y variantı səhvdir. Mübtədə xəbər uzlaşmasının qaydasına əsasən düzgün variantımız B variantıdır. The wrong word, yanlış sözü seçin. To go, getmək feili ilə uyğun olmayan variantı seçməliyik. Go to school ifadəsi doğrudur, yəni məktəbə getmək. Go to bed, yatmağa, yatağa getmək kimi doğrudur. Go to work, işə getmək doğrudur. Go home, evə getmək doğrudur. Yanlış variantımız D variantıdır. Go the train, qatara getmək mənasında yanlış götürülür. Çünki qatara minmək olar, getmək yox. Ona görə D variantını səhv götürmüş olacağıq. Give the question to the underlined word. Altına xətt çəkilmiş sözə sual verin. Kate teaches students practical math tips on Sunday. On Sunday, yəni bazar günü bizə zamanı tələb edən bir sual sözü ilə əvəzlənməlidir. Və burada qeyd edirik ki, Kate bazar günü praktiki cəhətdən riyazi məsləhət üçün tələbələri öyrədir. Nə zaman öyrədir və nə zaman sualını when və ya what time vasitəsilə verdiyimiz üçün where olan A və Y variantı artıq yanlışdır. Çünki where məkanı, harada sualını təyin edir. Daha sonra biz B variantına baxsaq, when does Kate teach students practical math tips? B variantı doğru cavabdır. Çünki indiki sadə zamana əsasən köməkçi feilin does olması, feildən iyesinin düşməsi və söz sırasına görə B variantı doğrudur. C variantındakı səhvliyimiz cümlənin sonunda on Sunday ifadəsinin təkrarən yazılmasıdır. Sual cümləsində altından xətt çəkilən ifadə təkrarən yazıla bilməz. Çünki onu biz when ilə əvəzləmişik artıq. Ona görə C variantı səhv götürülür. Və D variantındakı səhvliyimiz Kate üçüncü şəxsin təki olduğu üçün köməkçi feilin does kimi verilməsi idi. Ancaq burada do yazıldığı üçün D variantını səhv götürürük. Doğru cavabımız B variantında qeyd olunmuşdur. What does curious mean? Curious sözü hansı mənanı verir? Curious hər şeylə maraqlanmaq mənasında istifadə olunduğu üçün A variantına diqqət etsək, interested in learning about people and the things around you. Ətrafında olan hər hansısa bir şey və ya insan haqqında öyrənməkdə maraqlı olmaq A variantı bizim doğru cavabımızdır. B variantında comfortable and relaxing place, rahat və istirahət edəcəyim məkan. Yəni burada məkandan söhbət getmir. Excited and happy to see a person, bir şəxsi görmək üçün xoşbəxt və həyəcanlı olmaq kimi verilir. Yenə də maraqlı olmaq mənasına uyğun deyil. Bad for people who are fans of nature, təbiət azərkeşi olan insanlar üçün pis bir şey. Being a fan of famous person, məşhur bir şəxsin azərkeşi olmaq. Qeyd etdiyimiz kimi curious hər şeylə maraqlanmaq mənasını verdiyi üçün A variantı doğru cavabımız kimi qeyd olunmuşdur. The correct translation of the given sentence. Verilən cümlənin düzgün tərcüməsini seçin. Onlar böyük ailədirlər və onların böyük evi var. They are a big family and they have a big house. Onlar böyük bir ailədir və onların böyük evi var tərcüməsi A variantında doğru qeyd olunmuşdur. Çünki onların böyük evi var dedikdə kiminsə, nəyinsə malikliyindən söhbət getdiyi üçün biz bunu have ifadəsindən versək doğru olmuş olur. B variantında there is a big family and there is a big house. Böyük bir ailə var, böyük bir ev var. Yəni uyğun deyil tərcümədə. There are a big family and they have a big house. Böyük bir ailə var, onların böyük ev var. Birinci tərəfə görə yanlışdır. They are a big family and there is a big house. Burada isə ikinci tərəfə görə yanlışdır ki, birinci tərəfdə onlar böyük ailədir, lakin ikinci tərəfdə böyük bir ev var mənasındadır. Halbuki bizə onların böyük ev var ifadəsi lazımdır. Və Y variantında they are a big family and they have a big house.
Onlar böyük ailədir və orada böyük bir ev var tərcüməsindədir. Yəni their ifadəsinə görə ikinci tərəfdə yanlışdır. Qeyd etdiyimiz kimi doğru cavab A variantında qeyd olunmuşdur. Make up a sentence cümləni qurun. Cümləni qurarkən biz burada mübtədə xəbər uzlaşmasına diqqət etsək, 3 ilə başlasaq doğru olar ki, Portuguese is our official language in Brazil. Yəni Portuqalca Braziliyada bizim rəsmi dilimizdir şəklində. Və bu qaydaya əsasən 3, 4, 5, 6, 2, 1 Y variantı düzgün qeyd olunmuşdur. Choose the correct variant. Doğru variantı seçin. Maria to classroom 6 on Saturdays, but we to this classroom. Biz burada mübtədə xəbər uzlaşmasına əsasən düzgün variant təyin etməliyik. Və birinci tərəfdə bizim Maria mübtədamız tək olduğu üçün xəbər tək. İkinci tərəfdə we mübtəda cəm olduğu üçün xəbər cəm olmalıdır. A variantında hər ikisi tək olduğu üçün yanlışdır. B variantında yerləri dəyişik göstərilmişdir. Birinci tərəf cəm, ikinci tərəf təkdə verilib. Və C variantında birinci tərəfdə xəbəri cəm yazdığı üçün səhvdir. D variantında isə yenə tərəfləri yanlış yazmışdı. Birinci tərəf cəm, ikinci tərəf təkdə yazılıb ki, əksi olmalı idi. Düzgün cavab Y variantındadır. Girls üçüncü şəxsin təki, don't go isə bizim xəbərimizin cəm olduğunu bildirir və tərcüməyə əsasən Maria şənbə günlərində 6-cı sinif otağına gedir, lakin biz bu sinif otağına getmirik tərcüməsini əldə etmiş oluruq. Və mübtədə xəbər uzlaşmasına əsas götürməklə düzgün cavabımız Y variantında qeyd olunmuşdur. Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablayın. Hello, I'm Mert and I am 15 years old. Salam, mənim adım Mərtdir və mən 15 yaşım var. I live in Istanbul, but I have moved around a lot in my life. Mən İstanbulda yaşayıram, lakin mən həyatım boyunca çox yəni ətrafları gəzmişəm. My mom and dad travel for work, so I go with them. Mənim anam və atam iş üçün səyahət edir, belə ki, mən də onlarla gedirəm. Instead of going to a regular school, I take private lessons at home. Müntəzəm şəkildə məktəbə getmək əvəzinə mən evdə özəl dərslər alıram. My subjects like math, history and literature are pretty good because my parents are very involved in my education. Mənim fənlərimdən hansı ki, riyaziyyat, tarix və ədəbiyyat çox yaxşıdır, çünki mənim valideynlərim mənim təhsilimə çox yönəldiblər. My day start with lesson in the morning. Mənim günlərim səhərlər dərslə başlayır. In the evenings I usually go out with my friends. Axşamlar isə mən adətən dostlarımla harasa gedirəm. I really enjoy exploring different neighborhoods in Istanbul. Mən həqiqətən də İstanbulda müxtəlif qonşuluqları kəşf etməkdən zövq alıram. Discovering new places and meeting new people is an amazing experience for me. Yeni məkanlar kəşf etmək və yeni insanlarla görüşmək mənim üçün heyrətamiz bir təcrübədir. One of my hobbies is taking photos and reading old books. Mənim hobilərimdən biri şəkil çəkmək və köhnə, yəni qədim kitabları oxumaqdır. I especially enjoy taking photos of Istanbul's historic sites. Mən xüsusilə İstanbulun tarixi ərazilərinin şəkillərini çəkməkdən zövq alıram. The books I like to read are mostly about adventure and history. Mənim oxuduğum kitablar əksərən hər hansısa bir macəra və ya tarix haqqındadır. I try to go out with my friends to take photos a couple of times a week. Mən həftənin həftə ərzində, yəni 2 dəfə müddətində dostlarımla şəkil çəkməyə, harasa getməyə cəhd göstərirəm. Sometimes I cannot spend time with my school friends, but we keep in touch through messages. Bəzən mən məktəb dostlarımla vaxt keçirə bilmirəm, lakin biz yəni mesaj yazmaq vasitəsilə əlaqə saxlayırıq. Birinci sualımızda how does Mert receive his education? Mert öz təhsilini necə alır? Təhsilini alması ilə bağlı məlumat mətndə qeyd olunmuşdur ki, I take private lessons at home. Yəni müntəzəm şəkildə məktəbə getmək əvəzinə evdə xüsusi dərslər alıram. Və biz bu məlumata əsasən he takes private lessons at home B variantını doğru götürmüş oluruq ki, o evdə xüsusi dərslər, yəni özəl dərslər alır. A variantında he learns from his friend, dostlarından öyrənir, belə bir məlumat yoxdur. He studies online şəkildə təhsil alır, yenə belə bir məlumat yoxdur. He learns by watching educational videos, təhsil verici videoları izləməklə öyrənir, yenə yanlışdır. He goes to a regular school, müntəzəm şəkildə məktəbə gedir, yanlışdır. Çünki müntəzəm məktəbə getmək əvəzinə evdə xüsusi dərslər alırdı.
və qeyd etdiyimiz kimi düzgün cavab B variantında qeyd olunmuşdur. Which of the questions doesn't the passage answer? Verilən suallardan hansının mətndə cavabı yoxdur? What does Mert enjoy doing? Mert nəyi etməkdən zövq alır? Etməkdən zövq aldığı nələrsə qeyd olunmuşdur. Çünki onun hobilərindən biri şəkil çəkmək və qədimi kitablar oxumaqdır ki, yəni tarixi ərazilərin şəklini çəkməkdən zövq alırdı. Eləcə də macəra və tarixi kitabları oxumağı xoşlayırdı. B variantında how does Mert stay connected with his school friends? Öz məktəb dostları ilə necə əlaqə saxlayırdı? Onlar müntəzəm görüşə bilmirdilər. Ona görə də bir-birlərinə mesaj yazmaqla əlaqə saxlayırdılar. Mətn sonunda məlumatımız var. C variantında how does Mert spend his evenings? Öz axşam vaxtlarını necə keçirir? Burada axşam vaxtlarını dostları ilə gəzməyə getməklə keçirirdi. In the evenings I usually go out with my friends. Yəni axşamlar dostlarımla harasa gedirəm deyir. D variantında how many language can Mert speak? Neçə dildə danışa bilir? Neçə dildə danışması ilə bağlı məlumat olmadığı üçün D variantı bizim doğru cavabımızdır ki, mətndə cavabı yoxdur. Və Y variantında how old is Mert? Mert'in neçə yaşı var? Mətnimizin ilk cümləsində qeyd olunmuşdur ki, 15 yaşı var. Ona görə Y variantında cavabı var kimi götürürük. Qeyd etdiyimiz kimi məlumatlara əsasən D variantı doğru cavabımızdır. Choose the wrong information according to the passage. Mətnə əsasən yanlış məlumatı seçin. A variantında Mert likes reading books about history and adventure. Mert deyir ki, tarix və macəra haqqında kitablar oxumağı xoşlayır. A variantında məlumat doğrudur, çünki mətnimizdə qeyd olunmuşdur ki, I like to read are mostly about adventure and history. Və məlumat olduğu üçün biz bunu səhv götürmürük. B variantında Mert lessons start in the morning. Mert'in dərsləri səhər başlayır. Bu haqda da məlumatımız doğru qeyd olunmuşdur. Çünki onun günü səhərlər dərslərindən başlamışdı. C variantında Mert enjoys taking photos of Istanbul historic sites. Mert İstanbulun tarixi ərazilərinin şəkillərini çəkməkdən zövq alır. Bu haqda da məlumatımız var mətndə. Və burada qeyd olunur ki, I especially enjoy taking photos of Istanbul's historic sites. Və D variantında Mert communicates with his school friends through messages. Mert öz məktəb dostları ilə mesaj vasitəsilə ünsiyyət qurur. Mətnin sonunda məlumatımız yenə var və keep in touch through messages. Yəni dostları ilə görüşə bilmədiyi üçün mesaj vasitəsilə ünsiyyət saxlayır. Y variantında Mert spends all his time at home and never goes out. Mert deyir ki, bütün vaxtını evdə keçirir, heç vaxt harasa getmir. Bizim yanlış məlumatımız Y variantındadır. Çünki o sadəcə evdə özəl dərslər alırdı və geriyə qalan vaxtının digər hissələrini isə dostları ilə harasa gəzməyə gedirdi. Qeyd etdiyimiz kimi mətnə əsasən Y variantı səhv variantımızdır.